O kasıblara niye el tuturam ki? Niye kasıbdır ki? Ağlı var, kasıb olmasın, geçsin işləsin. Gece gündüz işləyəcəm, gətirəcəm burada nə qədər adam var, onlara el tutacağım. Mənim özümün də kasıblarım var, özümün də yaxınlarım var, el tutduğum insanlar var. Mən bu yeni ildə 15 nəfərə bazarlıq eləmişəm, sən bilirsən. Ben gelip oturacağım burada TikTok'takilere ben açot vereceğim. Yoksa birine 5 manat verende onu telefon elimde çekeceğim bile göstereceğim size ki bak buna 5 manat verdim. Benim telefonumda kartlar gelir. Kimin imkanı yoktu. Tanıyıram onları ki doğrudan imkanları yoktu. Tanıdığım aileler de. Kartına da pul atıram, lazım olanda evine de bazarlıq göndərirəm. Lazım olanda məktəb vaxtı uşağına məktəb paltarı alıram. Bunu benim size demeliyim hamısını. Pandemiyada məni çox qınadılar ki, niye sen cəmaata yardım eləmirsən? Mən də elədim, çəkdim, qoydum ora. Sonra da başladınız ki, cəmaata bir şey verir. Mən 17 dənə kaleska payladım. Əlil arabası payladım cəmaata. 17 dənə. Göstərməliydim onu sizə. Göstərdim bir neçəsini. Bəziləriniz deyirsiniz, qınıyırsınız. Burada kasıblar var, onlar el tut. Hamısı yalancı kasıblardır. Kasıb burada gəlib TikTok'a girib baxa bilmir. Mən kasıblar tanıyırım, heç telefonu da yoxdur. Ancaq ev telefonu ilə danışır. Sənin əlində bahalı telefonun var, oturmuşsan təranəni izləyirsən, azla gələndə oraya yazırsan. Mən sənə bazarlıq verəcəm. Gid əlindəki telefonu sat,